Bakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə hadisə Nəsimi rayon ərazisində baş verib. Nəsimi rayon polis idarəsinə 20-ci polis şöbəsinə müraciət edən şikayətçi bu tətbiq vasitəsilə çağırdığı taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib. Şikayətlə bağlı araşdırmalar aparılıb və YB Dövlət Qeydiyyat seriyalı avtomobilin 1976-cı il təvəllüdlü sürücüsü A. Məhərrəmov saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Nəsimi rayon məhkəməsinə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs sərnişindən yolda söhbət etdiyini, ona spirtsiz içki təklif etdiyini, lakin əxlaqsız təkliflər etmədiyini deyib. Şirkətə məxsus avtomobillə taksis fəaliyyəti ilə məşğul oluram. Hadisə günü saat 14 radələrində Port Baku istiqamətindən Vaqif prospekti istiqamətinə sifariş qəbul etdim. Xanım sərnişin arxa oturacaqda əyləşdi. Ondan hara gedəcəyini soruşdum. Rus dilində gedəcəyi ünvanı dedi. Daha sonra adını soruşdum. Adının Yana olduğunu bildirdi. Ona rus dilində nə gözəl adı olduğunu dedim. Daha sonra həmin xanım su istədiyini bildirərək marketdə saxlamağı xahiş elədi. Avtomobildə olan spirtsiz energetik içkini təklif etsəm də xanım adi su istədiyini bildirdi. Yaxınlıqdakı marketdə avtomobili saxladım. Özü düşərək su alıb qayıtdı. Sifariş verilmiş ünvana çatdıqda xanım borcunun nə qədər olduğunu soruşdu. Ona ödənişin kartla olduğunu bildirdim. Lakin hər hansı bir əxlaqsız təklif etməmişəm. Polisə dəvət olunarkən çox əsəbi olduğum üçün səs tonumu yüksəltmişəm. Əlavə ifadələrdən istifadə etmişəm. Buna görə polis əməkdaşlarından üzr istəyirəm. Şikayətçi tərəf məhkəməyə gəlmədiyindən onun ərizəsi araşdırılıb. Məhkəmə 49 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib.